Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bir vacib xəbəri diqqətinizə çatdırıram. Zəhmət olmasa burada üstəgəl işarəsi var. Ora bir dəfə vurmaqla kanalımıza abunə olun. Çağırışçıların və hərbi vəzifəlilərin həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzürlü səbəblər olmadan gəlməməsinə görə cərimə artırılır. Statinfo xəbər verir ki, bu Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən İnzibati Xətalar Məcəlləsinə olunan dəyişiklikdə əksini tapıb. Məcəlləyə əsasən ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırma istisnası ilə çağırışçıların və hərbi vəzifələrin həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzürlü səbəblər olmadan gəlməməsinə görə 300 manatdan 500 manata dək məbləğdə cərimə edilir. Yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saata dək ictimai işlər tətbiq olunacaq. Nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana gəldikdə inzibati məsuliyyətdən azad olunacaq. İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırmaya görə cərimə də artırılıb. İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzürlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə cərimə 30 manatdan 100 manata qaldırılıb.